2024-cü ilə nisbətən 2025-ci ilə payızlıq və yazlıq dənli bitkilərin və kartofun əkini azalıb. Belə ki, 2024-cü ildə dənli bitkilər 12.390.17 hektar əkilmişdirsə, bu rəqəm 2025-ci ildə 113.018 hektar olub. Bu da əvvəlki ilə nisbətən 1072.7 hektar əkinin az olması deməkdir. İkinci çörək hesab edilən kartofun əkin sahəsində də ciddi azalma müşahidə olunur. Belə ki, 2024-cü ildə 5496 hektar ərazidə kartof əkilmişdirsə, bu rəqəm 2025-ci ildə 4492 hektar olub. Bu da deməkdir ki, 2024-cü ilə nisbətən 2025-ci ildə rayonda kartof əkini 1004 hektar az əkilib. Buna baxmayaraq rayonda meyvə bağları artıb. Məsələ ilə bağlı Tovuz rayon statistika idarəsinin rəisi Niyazi Tağıyev məlumat verib. Tovuz rayonunda 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 378.808.400 manat təşkil etmişdir ki, onun da 270.424.500 manatı bitkiçilik, 108.393.900 manat isə heyvandarlıq məhsullarının payına düşmüşdür. Payızlıq və yazlıq dənli bitkilərin əkini qardalısız 2024-cü ildə 12.390.7 hektar, 2025-ci ildə 11.318 hektar olmuşdur. Məhsuldarlıq 2024-cü ildə 33.2 sentiner, 2025-ci ildə 40.2 sentiner olmuşdur. Kartof əkini 2024-cü ildə 5.496 hektar, 2025-ci ildə 4.492 hektar olmuşdur. Məhsuldarlıq 2024-cü ildə 298.5 sentiner, 2025-ci ildə 304.5 sentiner olmuşdur. Dənli bitkilər və kartof əkinlərinin 2025-ci ildə azalmasına baxmayaraq, Tovuz rayonunda meyvə və üzüm bağlarının əkini artmışdır. Bəs ikinci çörək hesab edilən kartofun əkilməsinin azalmasına səbəb nədir? Məsələ ilə bağlı əməkdaşlarımız 100 hektardan artıq kartof əkini olan sahibkarlarla görüşmək istəsə də bu mümkün olmayıb. Lakin əvvəllər 100 hektardan artıq kartof əkini ilə məşğul olan, hazırda isə yalnız 5-10 hektar ərazidə kartof əkən sahibkar Kamal Ələsgərovla əlaqə saxlaya biliblər. Sahibkar kartof sahəsində əkinin azalmasıyla bağlı məsələyə aydınlıq gətirib. Demək tamamilə doğrudur. Hal-hazırda mənim kimi bir neçə böyük sahədə əkin əkən sahibkarlar var idi ki, onlar tamamilə dayandı. Mən də onlarla birlikdə tamamilə dayandırılmışıq demək olar fəaliyyətimizi. Səbəbi isə demək mən özümdən deyə bilərəm ki, artıq 2003-cü ildən, 2002-ci ildən və 2003-cü ildən bu yana məndə yaranan problemlərin qarşısında məmur özbaşınalığı, məmurların hərəkətinə qarşı dayana bilmədiyi artıq fəaliyyətimizi dayandırmaq məcburiyyətində qaldıq və bununla əlaqədar mən bütün aidiyyəti orqanlara müraciət eləməyimə baxmayaraq heç bir kömək olmamışdı. Birinci səfərdir ki, ilk dəfədir ki, bu dayanma ilə əlaqədar sizin gəlib belə maraqlanmanızı görürük. Əvvəllər mən əkəndə demək ki, 100 hektar Tovuz rayonunda əkirdim, 20 hektar, 25 hektar da Gədəbəydə ərazisində əkirdik. Oradan toxum əldə edirik, gətirib 100 hektarı burada əkirdik. Bugünkü gün sadəcə olaraq heç məşğuliyyət kimi 5 hektar, 10 hektar arasında əkin əkilir və salam. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kartofun qiymətində də artım müşahidə olunur. Məsələ ilə bağlı Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə sorğu verdik. Qurumdan isə ilkin olaraq bildirilib ki, bu cür hallar növbəli əkin sistemi zamanı baş verir. Bəzi sahələrdə əkin sahəsi çoxalır, bəzilərində isə azalma olur. Buna baxmayaraq, yaxın zamanlarda məsələni tam araşdıraraq sizə məlumat verəcəyik. Kamran Əski Paralı, Sənan İsmailov, SSV Xəbər, Tovuz.